BYD sahibisən və uşağın var, bu videoyu mütləq bax ki. Yay vaxtıdır. Tutaq ki, maşını söndürmədən kondisioner yanıq vəziyyətdə istəyirsən, çıxasan, gedirsən, bir dənə marojnu alıb gələsən. Amma istəmirsən ki, maşın sönsün. Bax, bu knopka ilə, yəni modla arxanı basırsan, 10 saniyə saxlayırsan. Bax, bastım, saxladım, 10 saniyə saxlayıram. Avtomobil keçir, hansı moda? Showroom moduna. Yəni, bax, burada çıxdı, bir dənə confirm eləyirsən, vəssalam. Bax, ona bax, burada bir dənə belə işarə gəldi. D'yə atıram, attım. Tormuzu buraxdım, maşın getmir. Deyir, showroomdadır, maşın tərpənməyəcək. Atıram R'yə, attım. Kamera yanır, tormuzu buraxmışam, maşın getmir. Buna özün bax, evdə uşaqlara göstərmə. Və əsas məsələlərdən biri qayıtmaq üçün təzədən bu cür. Yəni söndürüb yandırsan da qayıtmayacaq ya bu rejimlə. Bu eyni qaydada, bunu yenə də belə saxlayırsan, modla arxa knopkanı basdın, saxladın, ancaq bu halda çıxır. Söndürsən, yandırsan, yenə də çıxmayacaq, diqqətli ol. Bəyəndinsə like eləməyi unutma, Allah canım sağlıqsın. Öz-özünə söndü ya, mən söndürmədim. Xotlayırıq və hazırdır, artıq işləyir. Sağ olun, salamat qalın.